Salamlar dostlar, mən Yeni Qəmbər və bugün sizlərləyəm. Bugün Minecraft Survival'da doğrusu Hardcore Survival'ımızın danışa bilmədim. İkinci bölümündəyik və görək bugün başımıza nələr gələcək. 3, 2, 1, kestik video. Və ala şimdi bir və gələk. Sonra taxtam yoxdur. Bunları dönüşdürək bir hamısını çörək eləyək. Ardından burada bir dənə qalır. Aha, bunları da götür. Ekmek birləşdirdik. Bir dəqiqə. Oyunun səsi o birisi bölümdə yükləyəndən sonra videonu gördüm ki, oyunun səsi çoxdur. 14 bəsdir məncə. Aha, yəqin ki səsim gəlir indi. Keçən bölümdəki kimi oyunun səsi mənim səsimi batırmırdır, çox güman ki. O batıq gəmiyə getmişdik. Deməli, indi biz nə edə bilərik? Biz keçən dəfə demişdim ki, madənə düşəcəyik gələn bölümdə. Ona görə də indi madənə düşmək qərarındayım. Ya da fikrindəyim, hər nəysə ondan. İndi bir maden tapım. Bura yaxşıdırmı görüm, əgər madendirsə düşəcəm. Aha, çox güman ki madendir bura. Bəli, yox, maden deyilmiş, amma burada elə bildim dəmirdir. Sevinirdim ki gördüm dəmir deyil. Problem deyil, elə də problem deyil deyib taparıq. İndi buradan çıxaq yuxarı. Aha, geri döndüm, gəldim. Deməli, indi maden axtaracağıq biz axırıncı səfər. Gecə də olur, problem deyil, gecə olmaqda problem deyil. Mənə əsas maden lazımdır. Bura madendirmi? Və bəli, deyəsən bura madendir. Aha, yəqin ki sudan o tərəfə geçsək maden tapacağıq. İndi bu kömürləri qıraq və bunlardan meşale düzəldək. Qırıb qutarım və bunlardan meşale düzəltdikdən sonra aşağı gedək. 22 dənə kömürüm var, qırmasam da olardı, amma yenə də qırmaq məsləhətdir. İndi isə çubuqdan düzəltdik meşale və bəli, getdik indi aşağıya. Buralara baxınıram, əgər boş... Bayaq girdiyimiz yeriymiş, bura çıxırmış. Elə də fərq olmadı. Neysə, gedək onda başqa yerdə bir maden axtarmağa çalışaq ki, maden eləyək, dəmir falan tapaq. Burada yoxdur maden. Onda gedək başqa yerə baxaq. Keçən dəfə ev tikməyə yer axtardığım kimi indi də maden axtarıram. Amma maden tapmaq o qədər də çətin olmur. Bu keçən dəfə yağmaladığım deyək, müharibə açdığım kənddir. Burada bir yerdə yoxdur, ona görə də biraz dərinliklərə enib burada dəmir falan gördüm. Aha, yox bunlar Cooper'da, nəfəs alaq biraz. Aha, orada dəmir var, gördüm səni, sən bundan qaçışın yoxdur. Əgər səni görmüşəmsə səni qırmalıyam. Buralarda bir yerdəydi. Aha, keçər. Okey. Amma bunu qırsam qapıda qırılacaq. Problem deyil, onsuz da olmağımı maksimuma çəkmişəm. İndi burada bir yerə aha, qapını qoy bura. İndi bu dəmiri qıraq. İndi ətrafa baxınaq görək harda dəmir var. Orada var. Suyun altında maden çox olur. Ona görə də suyun altına girmək qərarına gəldim. Düz burada bir dəmir var. Bir yox, hətta bir neçə. Aha, bunu bağla indi çünki çata bilmirik ora. Bunu bağla, bura çataq. Bura çatmaq üçün də şey. Nə? Qırdım. Allah. Aha. İndi. Bunu da qıraq götürək. Qırqaq. Bura gir. İndi isə bu dəmiri qıraq. Aha. Aşağısı bunun madendir. Ay. Öləcəm. Ölmədim. Az qalsın gedirdi. Dünyamız gedirdi az qala. Son anda qorxdum. Çox qorxdum, həm də çox qorxdum. Zombilər burada. Buranı açaq qıraq. Heç nə yoxdur. Az qalsın ölürdüm. Çox qorxdum. Çox.
Az qalsın başlar hardcore dünyamız gezirdi. Ha, canım pomunu doldu. Partla. Aha. İndi dölməliyim. Son anda oy oy oy. Oynayan yanından görsün şu an. Allah 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 Allah. Ah sen. Aa ne kadardılar bunlar? Oy bula. Partla creeper. Partla şey sen. Ay bula. Və bəli, burada hər şey dostum Tyler Durden elədi. Onu içdən sevin və onu söyləyin. Onu hər şeyi o etdi. Onda günah yoxdur. Ya da onda günah var, məndə yoxdur. Try